olsun əziz şagirdlər. Bugün sizinlə biz 1 fevral 2026-cı ildə təşkil olunan OTK sınağının ingilis dili fənni üzrə izahına baxırıq. Birinci, yaxın mənanı istəyir, close meaning istəyir. Provide təmin etmək, supply, burada C variantı düzgün cavabımızdır. 57-ci testə baxıram, zən var. Zən olanda betənin tərkibində, verse-ın tərkibində Ermor gizlidir. Zən də deyir ki, mənə ermor ver. Amma bunların tərkibində ermor gizli olduğuna görə qarşılarında mor olmaz. Yanlışdır. İndi gəlirəm ya C ya da D variantı. It is daha yaxşıdır yoxsa daha pisdir evdə qalmaq? Pis havada çölə çıxmaqdansa evdə qalmaq daha yaxşıdır. C variantı düzgün cavabımız. 58-ci testə baxıram. Çöldə çox soyuqdursa yaxşı olar ki, should. Yaxşı olar ki, isti bir jaket geyinəsən. Variable'ın burada to'su yoxdur. Burada shouldn't geyinməyəsən yanlışdır. Can it geyinməyəsən meydan sonra da to olmaz yanlışdır. 59-cu testə baxıram. They var, themselves D variantı düzgün cavabımızdır. 60-cı testdə were var, keçmiş zaman var və when ilə bağlanırsa sən ora ancaq və ancaq keçmiş qoya bilərsən. Başqa heç bir zamanı getməməsən E variantı düzgün cavabımızdır. 61-ci testə baxıram feildən sonra gəlib mən sifətlərin üstündən xətt çəkməliyəm. Maç da özü deyir ki, mənə ya mor ver, ya er ver. Belə öz başına adi dərəcədə maç verə bilmərsiniz. E variantı düzgün cavabımızdır. Bir dəqiqə. Aha. Davam edirik uşaqlar. 62-ci testlə. 62-ci testdə. Deməli, some grains of rice were left on the plate. Baxıram ki, burada baxıram ki, həm uzlaşmaya fikir verəcəyik uşaqlar. Həm də ki, burada sayılıb sayıla bilməməsinə fikir verəcəyik ismi. Some grains, bir də qoyubdur. Ofdan əvvələ baxıram, grains cəmdədir, were veribdir. Bundan işim yoxdur, biri götürürəm. Sonra baxıram ki, a lot of weather changes, çoxlu hava dəyişiklikləri. Burada weather-lə yox, change-ə baxacağam. Cəmdə veribdir, bəli, bu da düzgündür. 3-də several pieces of advice helps me. Niyə helps me desin ki? Ofdan əvvələ baxıram, pieces cəmdədir, help me olmalıydı. Ona görə yanlışdır. Many iron beats, burada cəmdə verən bir isimə niyə is olaraq qaytarsın ki? Ar qaytarardı, yanlışdır. Clothing store, paltar dükkanı is veribdir, is having a big end of season sales. Bəli, 1, 2, 5 A variantı düzgün cavabımızdır. The teacher looked disappointed because only yalnız işlənir ya if you ilə ya da işlənir a little ilə only. Deməli, burada da bir dənə var, if you, həm də baxın cəmisimdir, ona görə uyğun gəlir. 64-cü testə baxırıq əziz şagirdlər. 64-cü testdə to news yanlışdır, sayılmayan isim istifadə eləməz. A spoon of salt, bir qaşıq duz. Bu düzgündür, bunu götürürəm. Sonra a pair of socks, bəli, a pairdən sonra isim cəmdə gəlir, amma a piece-dən sonra sayılmayan isim gəlir. 3 də düzgündür, götürürəm. Sonra several bars of chocolate, bəli, 4 də düzgündür. E variantı düzgün cavabımızdır. A few-dan sonra da isim cəmdə olmalıdır, tək də veribdir, yanlışdır. I didn't want you with my comments, but I am sorry if my words upset you. Üzr istəyirəm əgər sözlərim səni incitdisə. Burada mənim şərhimdən I didn't offend you, xətrinə dəymək istəməzdim. D variantı düzgün cavabımızdır. Uyğunlaşdırma eləyirik. 66-cı testdə uyğunlaşdırma eləyəcəyik burada. Deməli, bir də confused, çaşmaq, karıxdırmaqdır. Bax, to make someone unsure, kimisə deyir bilmirsən, yəni aydın olmur, kimisə çaşdırırsan. Terrify, üzr istəyirəm, terrify. Burada cause some to feel happy, satisfies, extreme fear. Burada 2-də C bəndi olacaq. 2-də C bəndi, terrify. Və please, 3-də də feel happy, satisfied A bəndi. B, C, A. Hardadır? B, C, A. A variantı düzgün cavabımızdır. Bir dəqiqə. 67-ci testə baxırıq əziz şagirdlər. I couldn't find, tapa bilmərəm, information sayılmır, an article istifadə eləyə bilmərəm. I need website, so I sent them. Onlara deyir ki, bir mesaj göndərdim. Message olmaz, ona görə bu yanlışdır, getdi.
Bir mesaj gönderdim. Burada olacaq D variantı. Mən burada D variantı düzgündür, amma E variantı da düzgün olma ehtimalı ola bilər. Çünki mən D tapa bilmədim. Mənə lazım olan həmin məlumatı da deyə bilər. Həmin məlumatı desə, burada E variantı da düzgün gəlir uşaqlar. Ona görə D və ya E düzü burada, yəni mənaya baxırıq. Amma ilkin variantda D variantı düzgün cavab kimi götürülə bilər. Əks mənasını istəyir. Discovered sözünün əks mənasını bizdən istəyir. Kəşf etmək, itirmək, 2 olar. Burada sonra bir də 4 olar. 2, 4 bunların ikisi də antonimidir. Gəldik 69-cu testdə. 69-da how was your summer vacation? Necə keçdi? Mən keçən həftə məktəbə başladım və hər şey fərqli hiss eləyirdim. Bizim müəlliməmiz, yeni müəlliməmiz çox mehribandır. Bu il mən ingilis dili bacarıqlarımı inkişaf etdirmək istəyirəm. Drama kluba qoşularaq. Baxmayaraq ki, mənim biraz əsəbiyəm. Mən çox həyəcanlanıram. Zəhmət olmasa mənə de, necə ilin olubdu, sənin məktəb ilin necə olubdu? Jane ümid edir ki, ingilis dilisini inkişaf etdirsin və drama kluba qoşulsun. Dərin arzularla Jane. Kimə yazıbdı? Annaya yazıbdı. Məktubu Anna yazıb. Anna istəmir. Birinci bu yanlışdır. Anna istəmir. Annanın yeni müəlliməsindən söhbət getmir. Söhbət Jane-dən gedir. Ona görə yanlışdır. Deməli, burada baxırıq. Jane deyir ki, keçən ay başladı. Keçən ay yox, keçən həftə. Ona görə bu da yanlışdır. Jane wants to avoid, yox, qaçmaq istəmir. O avoid qaçınmaqdır. Qaçmaq istəmir. O daha da öz qorxularının üstünə getmək istəyir və D variantı burada düzgün cavabımızdır. Deməli, indi 70-ci testdə idiyəz şagirdlər. 70-ə baxırıq. 70-ci testdə məktəb kitabxanası bağlanacaq gələn bazar ertəsi. Təmizlik üçün zəhmət olmasa güncəl olun və kitablarınızı cümə günündən əvvəl qaytarın. Biz çox təşəkkür edirik başa düşdüyünüz üçün. Deməli 70-ci testdə nədən gedir? Deyir, məktəb üzr istəmir. Yox, bu yanlışdır. Qayıtmalıdır, sonra yox, əvvəl. Kitabxana açıq olacaq, yox, bağlı olacaq. Yeni kitablar, yeni kitablardan söhbət getmirdi. E variantı burada 70-də. Düzgün cavabımızdır ki, kitabxana təmizliyə görə bağlanacaq. 70, uşaqlar 71-ci testdə baxaq. 71-ci testdə deyir ki, join Sunny Language School bu ay biz deyir ingilis dili dərslərini bütün yaşlar üçün təşkil edirik, təklif edirik və burada təcrübəli müəllimlər, balaca siniflər, mehriban atmosfer var. İngilis dili danışıq, oxu, yazı bacarıqlarını inkişaf elətdir. Bugün yaz qoşul və bizim yeni dostlarımızdan zövq al. Söhbət nədən gedir? Offer small classes led by skilled teachers. Bəli, A variantı burada düzgün cavabımızdır. B-də deyir ki, sənin deyir ki, ingilis dili dərəcən olmalıdır. Yox, ondan söhbət getmirdi. Burada C-də deyir ki, icazə verilmir. Yox, məktəb dərsləri sadəcə gənclər üçündür. Yox, elə bir şey yazılmayıbdır. Ciddi bir atmosferi var, yox, onun daha mehriban bir atmosferi var. Davam eləyək. Gəldik nəyə? Mətinə gəldik. Deyir, Scott Flansburg Amerikandır, kim ki o riyaziyyat bacarıqlarına görə məşhurdur. İnsanlar onu beyin kalkulyator, insan kalkulyator adlandırırlar. Çünki o riyaziyyatı çox sürətlə başında hesablaya bilirdi. O kalkulyatordan və kağızdan istifadə etmirdi. Sən subtract
toplama, vurma, bölmə bunları düzgün eləyir. O cavan olanda o riyaziyyat problemlərini öz müəllimindən belə daha tez həll eləyirdi. İndi səyahətçilər dünya ətrafında müəllimlər necə də tez riyaziyyat həll eləyirlər. O göstərir ki, fun ways to think about numbers, rəqəmləri düşünməyin əyləncəli bir yoludur. O inanır ki, riyaziyyatda hər şey düzgün metodlarla yaxşı olacaq. 2001-ci ildə Guinness Rekordlar kitabı ona bir başlıq verdi. Ən sürətli adam kalkulyator. O daha sürətli idi kalkulyatordan. In one on his books called, onun kitabını his books called, o kitabın biri Math Magic adlandırılırdı və o sadə deyir triklər öyrədirdi insanlara beyinlərində necə riyaziyyat həll eləməli olduqlarını. Scott həmçinin xüsusi bir gündə yaratmışdı ki, Dünya Riyaziyyat Günü. Great example how learning can be fun, əyləncəli ola bilər. Bu göstərirdi ki, təkcə rəqəmlərdə yox, it's way to think, solve problems and have fun. Bizdə yanlış olan bir şey istəyir. 72-ci testdə yanlış olan. Scott deyir ki, təkcə bir neçə növünü kalkulyatordan sürətli yox, bütün növlərini kalkulyatordan sürətli. Yanlış olan elə burada bizdə A variantıdır ki, yanlışdır. 73-cü testdə baxırıq. Is one of his book, Scott Flann's book. Orada bizə konkret olaraq vermişdi. A variantı bizdə düzgün cavabımızdır. A variantı bizdə düzgün cavabımızdır. Sonra 74-cü testə baxırıq. 74-cü testdə inanırdı öyrənməyi. What does Scott Flass inanırdı 74-də. Deməli, o deyir ki, hər kəs uğur qazana bilər. Düzgün metodlarla D variantı düzgün cavabımızdır. 75-ci testə baxıram. 75-ci testdə üzr istəyirəm uşaqlar. Deməli, harada qalmışdıq? 75-ci testdə deyəsən qalmışdıq. Bir dəqiqə. 75-ci testdə qalmışdıq. Deyir ki, nə haqqındadır? Scott'un riyaziyyat bacarıqları və necə onlardan istifadə etməsi, başqalarına öyrətməsi. Bəli, A variantı burada elə düzgün cavabımızdır. 76-cı testə baxıram. 76-cı testdə düzgün olanları bizdən istəyir. Düzgün olanları calculate because impressed. Yox, müəllimlərini təsirləndirdiyinə görə verilməmişdi. Bu yanlışdır. Powerful examples that learning does not have to boring. Deyir ki, o güclü bir nümunələr verdi ki, sən orada sıxılmırdan, əyləncəli yollarını, hətta orada bir mətndə belə bir şey var idi. İzah eləyir riyaziyyat teorilərini universitetlərdə. Yox, universitet adı çəkilmir də orada 3 niyə götürək ki? Bir də at solving for basic operation with speed and accuracy. Bəli, bir də 4 düzgün cavabımızdır. Əziz şagirdlər, digərləri isə listeningdir. Listeningdəki hələ ki olmadığına görə paylaşa bilmirəm. Hər birinizə uğurlar. Dərslərimizdən peşəkar formada yararlanmaq istəsəz, bioda nömrə var, əlaqə saxlaya bilərsiniz. Sağ olun.